Şaban ayı mərifət əhlinin ilinin sonluğudur. Necə ilin sonu olanda hesab kitab olur, nə qədər itki var, nə qədər qazanc var, mənəviyyatın itki və qazancı hesablandığı ay Şaban ayıdır ariflər üçün. Və mənəviyyatın ilk ayı Ramazan ayıdır. Çox bərəkətli ay. Elə bir ay ki, bu ayda parlaq simaların mövlud günləridir, doğum günləridir. İmam Hüseyin əleyhissalam, İmam Səccad əleyhissalam, Əbəlfəzl Abbas, Əli Əkbər, dövrümüzün imamı, 5 şəxsiyyətin mövlud günləri hamısı Şaban ayında təsadüf edir. Səffan Cəmal adlı bir şəxs, bir səhabə belə nəqd edir, deyir, mən İmam Sadiqdən belə eşitdim. İmam Sadiq buyurdu, dedi, Şaban ayında Səffan, təkid elə ətrafında olanlara oruç tutsunlar. Təkid elə, belə dedi. Yəni bunun mənası budur ki, yaxınlarınıza təkid eləyə bilərsiniz, hətta aşmaq şərti ilə. Bu qədər mühüm aydır. Oruç tutmağı təkid elə. Səffan deyir, sual elədim İmam Sadiqə, bu qədərmi fəzilət var? Buyurdu, bəli Səffan. Elə ki, bu ayın hilalı görünürdü, Peyğəmbər carçıya tapşırıq verirdi ki, car çək, belə söylə. Deyirən, ey Mədinə əhli, mənim adımdan danış. Ey Mədinə əhli, mən Allah tərəfindən məbus olan Peyğəmbərəm. Və bilin, bu ay mənim ayımdır, Peyğəmbər deyir. Allah rəhm eləsin o kəsə ki, mənə bu ayda kömək eləyir. Mənə bu ayda kömək eləyir. Peyğəmbərə kömək oruç tutmaqla. Şaban ayında oruç tutmaqla kömək edin Peyğəmbərə. Şaban ayında Peyğəmbərə çox salavat göndərməklə kömək edin Peyğəmbərə. Peyğəmbər istəyir bizi bataqlıqdan çıxartsın. Deyir, bir dənə əlimi uzat, mən də tutum əlimdən çıxardım. Mən də əlimi uzatmıram. Deyir, kömək elə. Kömək budur. İn tansurullah yansurkum. Quran-ı Kərimdə ayı var. Siz Allaha kömək edin ki, Allah sizə kömək eləsin. Kömək elə budur. Yəni, özvə kömək elə əslində. Peyğəmbərin mənim köməyimin ehtiyacı var. Peyğəmbər sadəcə olaraq məni o qədər çox istəyir, səni o qədər çox istəyir, tab gətirə bilmir bunlara. Bizim attığımız səhv addımlara tab gətirə bilmir. Taqəti yoxdur sadəcə olaraq. Peyğəmbər deyir, İbn Məsuda həmişə deyərdi, İbn Məsud, gəl Quran oxu, qulaq asın. Bir sahabəsiymiş. İbn Məsud, qulaq asmaq istəyirəm, Quran oxu. İbn Məsud Quran oxuyanda gəlib bu ayət çatanda və ci'nə bikə ələ haula şəhid. Qiyamət günü Peyğəmbərə şahid gətirəcəyik. Şahidin mənası nədir? Məhkəmədə şahid nə vaxt gələr? Şahid ona deyirlər ki, hadisəni görüb, çağırırlar, gəl şahid deyilir. Qiyamət günü əgər Peyğəmbər şahid gələcəksə, bunun mənası budur. Dünyada bizi görür ki, şahid gələcək. Demək, indi bizi görür. Demək, həmişə bizi görür. Biz onun gözünün qabağındayıq. Qul əməlu səyərallah əmələkum və rasuluhu və l-mü'minun. Quran-ı Kərimdə ayədir. Sizin əməllərinizi Peyğəmbər seyr edir, baxır. Biz Peyğəmbərin huzurundayıq, görür. Deyib, bu ayət çatanda ağladı, çox ağladı Peyğəmbər. Dedik, sahabələr deyir, niyə ağlayırsan ya Rasulallah? Peyğəmbər buyurdu ki, qiyamət günü mən ümmətimin ki, bəziləri belə işlər görüblər, mən onlara necə şəhadət verəcəm, necə Allahın huzurunda danışacam. Bu qədər Peyğəmbər səni məni çox istəyir və kömək istəyir. Şaban ayında salavatla, oruç tutmaqla bizdən kömək istəyir. Sonra deyir, dedi Əbu Səlt, deyir, ya Əbu Səlt, innə Şəban qad məza əksəruhu və haza axiru cüm'ətin fihi. Bir nəfər, Əbu Səlt adlı bir nəfərə İmam Rıza bu kəlmələri dedi. Əbu Səlt, Şabanın çoxsu getdi, azı qaldı. Qalan günlərdən səmərəli istifadə elə. Axır cümə axşamısı idi Şaban, orada görüb deyir İmam Rıza. Sənə xeyirli olan nə var ona üst tut. Çox dua elə, çox istiğfar elə, çox Quran oxu. Öz günahlarından Əbu Səlt, Allaha tövbə elə. Mübarək ay gəlir öndə, Ramazan ayı gəlir. Allahdan istə ki, səni xalis şəkildə o aya daxilləsin. Ay Əbu Səlt, Əbu Səlt, çalış, başqasının əmanəti sənin boynunda qalmasın. Əbu Səlt, və la fi qalbikə hiqdən aləl mümin illə nəzətəhu. Əbu Səlt, bax gör qəlbində hansısa müminin kini qalıbsa çıxart at çölə, saxlama özündə o kini. O kinlə Ramazana daxil olmarsan, Şabanda onu çıxart.
Çox maraqlı bir məsələdir. Ramazana Allah kinsizlik daxil olur. İnsan haqqı olmadan daxil olur. Sonra İmam Rıza həmən Əba Səltə dedi ki, axırda belə dua elə. Dedi, necə dua edin? Dedi, Allahümmə in ləm təkun qəfərtə lənə fîmâ məzâ. Allah ola bilər Şabanın 25 günü gəldi, keçdi, mənə bağışlamamısan. Fəğfir lənə fîmə bəqiyə minhu. Heç olmasa bu qalan 3-4 gündə mənə bağışla. Peyğəmbər buyurur, bu ay mənim ayımdır, necə ki əvvəldə dedim. Kim bu ayda bir gün oruç tutsa, behişt ona vacibdir. Şaban ayı. Allah öz zatına and içir. Allah öz zatına and içir. Buyurur, kim bu ayda mənə pənah aparsa, mənə pənah gətirsə, nə istəsə ona mən verirəm ilahi neymətdən, məhrum eləmərəm. Xüsusilə də hədislərə baxdım, Şaban ayının 1-ci, 4-cü günlərini tuta bilsəz tutun. Şaban ayının 1-ci, 4-cü günlərini tuta bilsəz tutun. Hədis belədir ki, 20 dənə axirət duası, 20 dənə dünya duası qəbuldur. Dünyada da 20 dənə seçərsiniz də, nə gəldi dünyada. Fürsət də adama düşüb 20 dənə dua qəbuldur. Gör, lazım olan şey ki, o 20 dənə nədir onu istə. Hədis buyurur, və huvə şəhrul əməl. Bu Şaban əməl ayıdır. Fihi tuzaaful həsənat 70 mərrə. Etdiyiniz bir əməl 70-ə bərabərdir. Bir addım atırsan, 70 addım getdin qabağa. Bu yol bax belədir, açılıb Allah açıb sizi üçün, bizi üçün. Ki, sürətlə hərəkət elə, get qabağa. Gələk bu ayın bu cürünə neymətin qədrini bilək, şükrün verək, vallahi. Və Şaban ayında bir dənə də dua var, imkanınız olsa duanı oxuyarsınız. Münacat-ı Şəbaniyyə adlı bir duadır. Bu duanı 12 imamın hamısı oxuyur. Mən baxırdım, 12 imamın hamısı oxuyur. Münacat-ı Şəbaniyyə. Allah şahiddir. Tərcüməsini elə oxuyurdum, eləyirdim öz-özümə. Çox gözəl duadır. Çox gözəl duadır. O duanın bir dənə cümləsini deyirəm. Deyir, Allahım, sağ ikən çox yaxşılıqlar eləmisən mənə. Öləndə də əsirgəm o yaxşılıqlar. Qəbirdə də əsirgəm. Duanın bir hissəsidir, cümləsidir. Allahla bir dənə qəşəng danışır. Allahla bir qəşəng münacat gedir. Münacat-ı Şəbaniyyə. Şəbaniyyə duası. Tövsiyə edirəm sizlərə və özümə, xanımlı kişili hamımıza ki, o duanı da inşallah Şaban ayında oxuyaq.